Deməli, salam dostlar. Bu günləri mən xəyalən bir yerdə gəlmişəm Sədərəyə. Mənə paltar alırıq. Niyə Sədərəyə gəlmişiz? Yerim yoxdur. Eyni paltarın, yəni 3-4 yerdə soruşduq. Ən ucuz Sədərəyə deyə məqsəd buraydı. Fikirlər nədir? Sən yuxu gözüm tökür sənin. Yuxudan qalxan kimi adamı zəngiyib Sədərəyə çağırarlar. Bu nədir? Bir balaca hava istidir arcana. Mehdi etdi, Mehdi sənə gətir, daha xəyal gəlirdi. Elədir ki, xəyal olanda Mehdinin yeri dar olur. Ona görə belə. Nəsə, qalanı da bazanın içində çəkəcək, çünki istidir hava. Deməli dostlar, bu da ikinci video. Bundan paltar geyinir deyə mən çəkilən videonu bu səfər. Paltarı hələ geyinib yoxlayır, görək. Nətər olacaq, bir qərara gələ bilirmi? Yaxınlaşdığımız ikinci dükandır. Hava dəhşət istidir, dəhşət. Bəli, belə bir şeydir. Deməli, gəldik burada birinci dükandır. Kofta pis deyil, yaxşıdır. Öz şalvar istədiyi kimi çıxmadı deyə. Ayaqqabı çox xoşuma gəldi da. Ayaqqabısı peçat. Ayaqqabı çox peçatdır. Şalvar gəlsin görək ondan sonra nətər olur, necə olur. Səlim Məşəqdən gələcək üniversitədə. Buradan Səlim Star gələcək. Heç indi koftanı almışıq. Şalvarının rəngi bir dənə uyğun gəlmir deyə. Bayaqdan axtardıq hər yeri. İkinci yerdə deyəsən oxşayanını tapdıq belə. Görək nətər olur. Deməli, qutardıq ki, səyəkdən çıxmışıq. Nə aldıq, nə elədik? Bir dənə pasletli bir dənə ayaqqabı. Bir dənə Dolce Gabbana şalvarı. Bir dənə də qarşı EA Armani nəsə ondan. Mənə çox böyük olub bir dənə köynək. Obşe təxmini 100 manat qoyduq çıxdıq. 20 dəqiqəyə 100 manat xərcdən oğlanın artıq yama köşkündə belədir deyə. Beş gündə buradan çıxaq, gedək görək. Nə ilə gedir evə, nətər gedir evə. Baxım 30 çəkilirlər. Hava çox istidir həddindən artıq. Bu nədir? Hələ yay tam gəlməyir. Hər neysə, sonra da görüşərik.